partnyoruna xoş hisslər yaşatmaq istəmək təbii bir istəkdir. Amma əgər görürsən ki, sənə uyğun deyil, çox önəmlidir bu haqda danışmaq, bunu bildirmək, iradsız ya da ki günahlandırmadan bildirmək və özünü anlamaq çalışmaq. Niyə görə bu məndə belə reaksiya verir? Bəlkə doğrudan da sən istəmirsən, bu sənə uyğun deyil. Ya da ki hansısa bəlkə özündə travma tapa bilərsən və onun üzərində işləməklə sonra bu məsələni aradan qaldıra bilərsən. Bir-birini eşitmək burada çox önəmlidir. Bir-birini məcbur etməmək və bilirəm ki, qızlar özlərini bəzən məcbur edirlər. Çünki yox, istəyirəm bu kişi mənimlə olsun, amma sonra özləri orqazmda hiss etmirlər, özləri həzz almırlar ya da ki diksinirlər özlərindən. Bu da çox təhlükəlidir.